Qarabağ Futbol Klubu Neftçinin bazasını əldə etmək istəyir. Klubun prezidenti Tahir Gözəl bir neçə dəfə bu haqda çıxış edib və əlavə edib ki, Azərsun Arenanın qonşuluğunda olan Neftçi İdman Klubunun bazası komandaya lazımdır. Gələcəkdə Qarabağın akademiyası orada olmalıdır. Amma Neftçi İdman Klubunun rəhbərliyi də hər dəfə təkrar edir ki, bizim özümüzə o baza lazımdır və Bakı şəhərində demək olar ki, idman üçün məşq etmək yerləri yoxdur və həmçində onu yada salaq ki, həmin bazada çox məşhur idmançılar yetişdirilib və indi də yeniyetmələr, gənclər həmin bir neçə idman növündən həmin yerdə məşq edirlər. Qarabağ klubu akademiyanı məsləhət olarsa Ağdamda tiksə yaxşı olar. Çünki klubun gələcəyini düşünməlidir və həmişə legionerlər olacaq, əlbəttə ki, komanda güclənəcək, amma yerli futbolçular yetişdirmək üçün ən yaxşı yer hələ Ağdamın özüdür. Qarabağ azad olunub və artıq klub öz doğma vətəninə qayıtmaq vaxtıdır.